Assalamu alaikum qadrli savaqdaşlar. Farabi 4 dərshanışığa xoş gəldinizlər. Bugün hazırlıq zaman Uyğur dil dərsimizdən 13-cü dərsini ötümüz. 13-cü dərsimiz sözlərin mənəciyyətinin türkümlüşünün ikinci dərsi. Dərsimizi başlaşdan burun ötən saatlik dərsimizə münasibətli olan tüvənlik iki sualğa cavab verib ötümüz. Birinci, tüvənlik sözlərdən qaysiləri bir mənlik, qaysiləri köp mənlik sözləri kirdi. Bularning ichidan oshpaz, tanlama, kompyuter qatorliq so'zlar bir ma'noli so'zlarga, qosh va qozon qatorliq so'zlar ko'p ma'noli so'zlarga kirdi. Ikkinchi, so'zlarning ma'nodor so'z bo'lishining sharti nima? Ma'nodor so'z bo'lishining sharti so'zlarning idrokiy ma'nolari o'xshash yoki yaqin bo'lgandan boshqa yana ularning hammasi o'xshash bir so'z turkumiga tava bo'lishi kerak. Sözlərinin məna cəhətdən türkünə ayrılışını söz mənasının az köplüyünə əsasən bir mənlik və köp mənlik sözlər və söz mənasının yaxınlıq dərəcəsinə əsasən bolsa, mənadar sözlər və qarşı mənlik sözlər deyə ikiyə ayırğandıq. Ötən saatda mənadar sözlərini görüb ötən, bu saatlik dərsimiz bolsa, qarşı mənlik sözlərini görüb ötümüz. Ondaqda qarşı mənlik sözlərini təfsili düşündürsək, qarşı-qarşı şeyi yoki bəlgi xüsusiyyətlər kişilərin yanında qarşı qumlarını payda qılıdı. Bu qumlar tilda qarşı mənadagi sözlər arqılıq ifadelandı. Məsələn, yaxşı yaman, çoğ kiçik, oң tətir, egiz bəs, aq qara, yiroq yaqin qatorliqlar. Yəni ko'rib o'tganimizdek, ma'no jihatdan bir-biriga zid bo'lgan so'zlar qarshi ma'nolik so'zlar deb ataladi. Qarshi ma'nolik so'zlar asosan bir-biriga zid sonsiz şeyi yoki hodisalarning belgilari, xususiyetleri, şekilleri, hareketleri, haletleri, vakti ve orni qatarlıqlarını bildirdiğen sözlerden tərkib tapqan boldu. Şundaqla roşan siliştirmə asıl qılıdı. Məsələn, yaş qeyri bolsa, bu insanların belgisi. Her ayal oxşaşla insanların belgisi hesablandı. Aq, qara rənglərinin belgisi. Rast, yalğan bolsa şeylərinin xüsusiyyəti. Tez, asta şeylərinin haleti. Issiq soğuq bolsa şeylərinin xüsusiyyəti, az köp bolsa oxşaşlar şeylərinin halətini göstərir. Ondaqda qarşı mənlik sözlərinin ölçümü qandaq degəndə qarşı mənlik sözlərinin çigrası tüvənlik ölçəmlərə əsasən bekitilidi. Birinci, qarşı mənlik sözlər məna cəhətdən çoxum bir ortaq məna kateqoriyasiga təvə bolishi kerak. Məna kateqoriyası ortaq bolmayan sözlərdən qarşı mənlik sözlər şəkillənməydi. Məsələn, tez, asta degan qarşı mənlik söz bolsa, sürətdən ibarət məna kateqoriyasiga təvə. Uzun, qısqa bolsa, uzunluq cəhətdəki məna kateqoriyasiga təvə. Aq, qara bolsa, rəng cəhətdəki məna kateqoriyasiga təvə. Qish, yaz, fəsil cəhətdəki məna kateqoriyasiga təvə. Muhabbət, nəfrət bolsa, hissiyat cəhətdəki məna kateqoriyasiga təvə. Kona, yeni bolsa, sifət cəhətdəki məna kateqoriyasiga təvə. İkinci, qarşı mənlik sözlər xarakter cəhətdən ortaq bir söz türkümüge təvə bolishi kerak. Məsələn, asman və zimin oxşaşlar isim söz türkümüge təvə. Qattiq və yumşaq bolsa, sifət söz türkümüge təvə. Yeniş, yengilish, fe'l söz türkümüge təvə. İlgiri, keyin, ravish söz türkümüge təvə. Öz və yad bolsa, almash söz türkümüge təvə. Cüb və taq bolsa, san söz türkümüge təvə. Üçüncü, qarşı mənlik sözlər həcm cəhətdən bərabər bolishi kerak. Qarşı mənlik sözlər qurulma cəhətdən bütünlüy sözlərdən yoki söz birikməsindən və bütünlüy tüp sözlərdən yoki yasalma sözlərdən tərkib tepish kerak. Məsələn, yaxşı və yaman qatorliq tüp sözlər, yaxşılıq və yamanlıq qatorliq yasalma sözlər özara qarşı mənlik sözlər hesablandı. Amma yaxşılıq və yaman, yaxşı və yamanlıq qatorliq bu sözlər özara qarşı mənlik sözlər bolanmaydı. Ilğar və qalaq qatorliq tüp sözlər özara qarşı mənlik sözlər hesablandı. Ilğarlıq və qalaqlıq qatorliq yasalma sözlərə oxşaşlar qarşı mənlik sözlər bolalaydı. Amma ilğar və qalaqlıq, ilğarlıq və qalaq qatorliq bu sözlər bolsa qarşı mənlik sözlər bolanmaydı. Məğlub və qəlbə qatorliq tüp sözlər məğlub buluş və qəlbə qılış qatorliq yasalma sözlər özara qarşı mənlik sözlər hesablandı. Amma
Məğlub və qəlbə qilish, məğlub buluş və qəlbə qatarlıq bu sözlər bolsa, qarşı mənlik sözlər bulanmaydı. Dördüncü, qarşı mənlik sözlərinin biri buluşluq, biri buluşsuz şəkildə olub qalması gerek. Yəni, qarşı mənlik sözlər təbii halda qarşı məniyə ega buluş gerek ki, hərgizmi xalığan bir sözünü inkar qilish arqılıq sünni halda qoraşdırılğan bolmaslık gerek. Məsələn, ətdigən, keç degan söz qarşı mənlik söz hesablandı. Amma ətdigən emas, keç emas degan bu şəkildə alsaq, bu qarşı mənlik söz bulanmaydı. Yaxşı və yaman qarşı mənlik sözlər bulalaydı. Amma yaxşı, yaxşı emas, yaman, yaman emas bolğanda bu qarşı mənlik sözlər bulanmaydı. Tuzluq, tuzsuz bolğan şəkildə qarşı mənlik sözlər bulalaydı. Amma tuzluq, tuzu yox, tuzsuz, tuzu var degan şəkildə alsaq bolsa, bu qarşı mənlik sözlər bulanmaydı. Bardı, gəldi bolğan şəkildə qarşı mənlik sözlər bulalaydı. Amma bardı, barmıdı, gəldi, gəlmedi degan şəkildə bolsa, bu qarşı mənlik sözlər bulanmaydı. Şimdi qarşı mənlik sözlərinin türlərini görüb bilsək, qarşı mənlik sözlərini logikadakı oqumlarının həcmləri oturduğu münasibət nöqtəsindən mutlaq qarşı mənlik sözlər və nisbi qarşı mənlik sözlər deyə ikiyə ayrışıq buludu. Ondaqda mutlaq qarşı mənlik sözlərini görüb bilsək, mutlaq qarşı mənlik sözlər deganimizdə bir cins oqumның həcmi içindəki bir-biriga qarşı ikkili tür oqumni ifadelaydigan qarşı mənlik sözlərini göstərdi. Üçüncü bir oqumni ifadelaydigan söz mevcut bolmaydı. İki oqumның yığıntısı, yəni məna dairəsi özü mənsub bolğan şu cins oqumның həcmiga bərabər boldu. Məsələn, tirik, ölük, yəni hayatni bildirdi. Yəni bu tirik, ölükdən başqa bir məna mevcut bolmaydı. Ocuq, yepiq, mangmaq, turmaq, cüb, taq, bar, yox, toğra, xata, qız, oğul, yəni bu iki oqumның yığıntısı, yəni məna dairəsi öz mənsub bolğan şu cins oqumның həcmiga bərabər boldu. Bunlardan başqa bir oqumni ifadelaydigan söz mevcut bolmaydı. Əmdi nisbi qarşı mənlik sözlərə gəlsək, nisbi qarşı mənlik sözlər deganimizdə bir cins oqumның həcmi içindəki bir-biriga qarşı bir qancha az bolğanda 3 yoki onundan artıq tür oqumni ifadelaydigan sözlərdən faqat ikkisinin məna cəhətdən bir-biriga qarşı qoyuluşı nisbi qarşı mənlik sözlərini göstərdi. Üçüncü bir oqumni ifadelaydigan söz mevcut buludu. İki oqumның yığıntısı, yəni məna dairəsi özü mənsub bolğan şu cins oqumның həcmindən kiçik buludu. Ularning o'rtasida aralıq oqumni ifadelaydigan sözlərin buludu. Məsələn, aq, qara, yəni rəngni ifadelagan, aq qardan başqa rənglər var degan ifadelaydi. Qish və yaz oxşashlar qarşı mənlik söz, amma bir fəslin içində qish yazdan başqa ədyaz və küzmə buludu. Eğir, yenik, bulan otursunmu, yenə başqa eğirlik oqum buludu. İssiq, soğuq, yaş, qeyri, çiraylıq, sərt, şərq, qərb qatarlıq qarşı mənlik sözlərdə oxşashlar üçüncü yoki onundan başqa bir sözünü ifadelaydigan başqa bir sözmü mevcut buludu. Əmdi qarşı mənlik sözlərini qaysı türdəki söz türkümlərdən tərkib tapqanlıqqa əsasən isimlik qarşı mənlik sözlər, sifətlik qarşı mənlik sözlər, rəvişlik qarşı mənlik sözlər, almaşlıq qarşı mənlik sözlər və feillik qarşı mənlik sözlər degəndək türlərə bölüşüb buludu. Birinci, isimlik qarşı mənlik sözlər bolğanda, isimlik qarşı mənlik sözlər bütünlüy isim söz türkümündən tərkib tapqan buludu. Məsələn, aptap, sayə, adalət, cəhalət, gün, tün, baş, ayaq, amət, afət qatarlıqların hamısı isim söz türkümü və İkinci, sifətlik qarşı mənlik sözlər. Sifətlik qarşı mənlik sözlərdə sözlərin hamısı sifət söz türkümündən gələn buludu. Ağ, qara, aş, toq, addi, mürəkkəb, rast, yalğan, yaxşı, yaman qatarlıq sözlərin hamısı sifət söz türkümü və üçüncü, rəvişlik qarşı mənlik sözlər. Rəvişlik qarşı mənlik sözlərdə sözlərin hamısı rəviş söz türkümündən gələn buludu. Asta, dərhal, baldur, keyin, aqilana, əxmaqana qatarlıq sözlərin hamısı rəviş söz türkümü və dördüncü, almaşlıq qarşı mənlik sözlər. Almaşlıq qarşı mənlik sözlərdə sözlərin hamısı almaş söz türkümü və buldu. Məsələn, ənə, mana, avu, mavu, öz, yad qatarlıq sözlərin hamısı almaş söz türkümü və beşinci, feillik qarşı mənlik sözlər. Feillik qarşı mənlik sözlərdə
sözlerin hamısı fe'il söz türkümüge təvə boldu. Məsələn, tuğulmaq, ölmək, yığılmaq, külmək, toңlamaq, erimək qatarlıq sözlərin hamısı fe'il söz türkümüge təvə. Əmdi qarşımanlik sözlərini qurulmasının oxşamasına əsasən tüpsüzlük qarşımanlik sözlər və yasalma sözlük qarşımanlik sözlər degan iki türə ayrışıq boldu. Tüpsüzlük qarşımanlik sözlər deganimizdə sözlərə hech qandaq söz yasıqçı qoşumçularının qoşulmagan sözlərindən tərkib tapqan qarşımanlik sözlərini göstərdi. Məsələn, çiң, boş, igiz, pəs, asman, zəmin qatarlıq qarşımanlik sözlər. İkinci, yasalma sözlük qarşımanlik sözlər degəndə sözlərinin söz yasıqçı qoşumçularının qoşuluş bilan yasalğandan keyinki sözlərinin özara qarşımanlik olub kelişini göstərdi. Məsələn, aqlıqçı, qarlıqçı, açlıq, toxluq, yaxşılıq, yamanlıq qatarlıqlar. Uyğur tilida qarşımanlik sözlər daim cüp qo'llanish natijasida cüp sözlərini şəkilləndirgan. Şundaqla tilda selishtirma hosil qilish roliga ega bo'lg'achqa maqol təmsillərdə bekirək gavdilindi. Məsələn, az, dola, qish, yoz, beriş, kelish qatarlıq sözlərin hamısı cümlədə cüpsüz şəkildə işlətildi. Nəsihət açıq, meyvesi tatlıq degan maqoldagi açıq və tatlıq, yaxşıga işarət, yamanğa juvaldırız degan maqoldagi yaxshi və yaman, ko'z qo'rqoq, qo'l botir degan maqoldagi qo'rqoq və botir degan so'z qarşımanlik sözlər hisoblandi. Əmdi qarşımanlik sözlərinin barlıq geliş yollarını görüb çıxsaq, qarşımanlik sözlər qandaq şəkillənidi degəndə birinci obyektiv şeyi yoki hadiseler oturusidagi qarama-qarşılıq münasibət tilda qarşımanlik sözlərini şəkilləndirdi. Məsələn, yer şarının öz oq ətrafında aylanish hadisi, kech-gündüz, kun-tun, ətigan-keç qatarlıq qarşımanlik sözlərini şəkilləndirgan. Eğirlik və yeniklik hadisi bolsa, eğir-yenik, təm bolsa, açıq tatlıq, görünüş bolsa, çiraylıq sət qatarlıq qarşımanlik sözlərini şəkilləndirgan. İkinci, til adəti nəticə şəkilləndir. Məsələn, aq, qara, qish, yoz, çoğ, kiçik qatarlıq qarşı-qarşımanlik sözlər insanların til adəti nəticəsində şəkilləngan. Üçüncü, söz mənasının özgərişi nəticəsində şəkilləndir. Məsələn, ittik, asta, yəni köç mənası boyunca bolğanda ittik, qal. Qeylin nepiz degan qarşımanlik sözdür ki, qeylin degan sözünün köç mənası boyunca olğanda qeylin, şalang, qeylin, tartınçaq, qeylin, inchikə qatarlıq qarşımanlik sözlər şəkilləngan. Dördüncü, başqa tillardan söz qəbul qilish nəticəsində barlıq keladi. Məsələn, aktiv, passiv, yəni aktiv degan söz rusçadan, passiv degan söz rusçadan latinchaga o'tgandan keyin uyg'urcha kirgan. Obyektiv, subyektiv degan qarşımanlik söz bolsa, obyektiv və subyektiv o'xshashlar rusçadan kirgan sözlər hisoblandi. Bugünkü saatlik dersimizden yine ahir geldik. Dersimizin ahirida bu dersimizin münasebetli bo'lgan tövəndəki iki qısqa sualını sizlərə sorab ötümüz. Birinci, qarşımanlik sözlər degan nima? İkinci, qarşımanlik sözlər qurulmasının oxşaması asasən qaysi türlərə ayrıldı? Bu sualların cevabını oxşashlar YouTube videomuzun astidagi baha qismiga yoki Instagram hesabımızın DM qismiga yozib əvəzsənlər bo'ldi. Undaqda keyingi saatlik dersimiz görüşəyilik. Görüşküçə aman bolunlar. Xeyir xoş.